1 dekabr 2025-ci ildir və həftənin bazar ertəsi günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edildi. Türkiyədə saxlanan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bugün səhər saatlarında Azərbaycana deport edilib. Günün səsi info xəbər verir ki, sabiq deputatı hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb. Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan Ramiz Mehdiyev işi çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb. Bilirsiniz ki, bu barədə özdə video çəkmişdi. Türkiyədə, İstanbulda olarkən necə onu saxladıqlarıyla bağlı və evinə polisin gəlməsi ilə bağlı, deportasiya xidmətinin əməkdaşlarının gəlməsi ilə bağlı məlumat vermişdi və indi hal-hazırda bu iş çərçivəsində Təhlükəsizlik Xidmətinin əməkdaşları onu aeroportda qarşılayıblar və bu quruma aparılıb dindirilməsi üçün. Gün ərzində də özü onun barədə, yəni bu istintaqa verdiyi ifadə və yaxud da ki, istintaqda ki, gedişatla bağlı sizi məlumatlandırmağa çalışacağıq, dəyərli izləyicilər.